Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub ölən və xəsarət alanlar var. Hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mercedes-la Vaz 2106 markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Şəmkir Mərkəzi rayon xəstəxanasından verilən məlumata görə xəsarət alan 6 şəxsdən 4 nəfəri keçinib. Qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub. Onlar Vaz 2106 markalı avtomobilin sürücüsü, Yeniyət kənd sakini 1958-ci il təvəllüdlü İntizam Həsənov, həyat yoldaşı 1960-cı il təvəllüdlü Rəna Həsənova, gəlini 1983-cü il təvəllüdlü Aynur Həsənova və qızı 1980-ci il təvəllüdlü Xanım Bayramovadır. Yaralılar dünyasını dəyişən Həsənovun oğlu 1981-ci il təvəllüdlü Ramin Həsənov, 2008-ci il təvəllüdlü Royal Ramin oğlu Həsənov, 1996-cı il təvəllüdlü Vahid Bayramov və Mercedesin sürücüsü 1981-ci il təvəllüdlü İntiqam Muxtarovdur. Xəsarət alan Bayramov və Muxtarov Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Kamran Əskiparalı, Cabir Məmmədov, Səs TV Şəmkir.